Yəni az öncə göstərdiyim kanaldakı kimi sən də yazsan, çox gözəl şəkildə izlənəcək. Qapaq şəkillərində mütləq və mütləq dəyişdir. Səs keyfiyyəti biraz pisdir. İnsanı narahat edə bilir. Dacaqdır. Sənin kanalın çox möhkəm kanaldır. YouTube kanal icmalımızın ikinci hissəsinə xoş gəlmisiniz. Gəlin vaxt itirmədən başlayaq. Bəli dostlar, ilk kanalımız Şəbnəmin vloqları kanalıdır. İndi kanal icmalımıza keçməzdən əvvəl sizə bir şey demək istəyirəm. Bizim Discord kanalımız var. Orada YouTuberlarla YouTube haqqında müəyyən söhbətlərimiz falan olur. Siz də qoşulmaq istəyirsinizsə, videomuzun açıqlama bölümünə və kommentar bölümünə sabitləmişəm. Oradan daxil ola bilərsiniz. Bəli, ilk kanalımız burada gördüyünüz kimi Şəbnəmin vloqları kanaldır. Şəbnəmin vloqları kanalının sahibi bizim qohumumuzdur. Yəni bizim dayımızın yoldaşdır. Özü YouTube'a əvvəldən həvəskardır. Ona görə də YouTube'la məşğul olur. Yəni bu formada kanalı var. Burada mətbəx sənədləri və yaxud da digər vloqa bənzər məzmunlar paylaşır. Biraz düzdür, qarışıqdır kateqoriyası. Amma indi burada nələr lazımdır və nələr əskikdir, nələr artıqdır, hamısını mən deyəcəm. Kanalın adı falan çox yaxşıdır. Düzdür, əslində bu vloqları sözündə V-ni böyüklə yazsaydınız daha qəşəng olardı. Və kanalın banneri, yəni banner şəkli belə pis deyil, yaxşıdır, amma biraz da üstündə işləyib vlog kanallarına bənzətsəniz daha yaxşı olar. Profildə mükəmməldir, yəni kateqoriyaya uyğundur, mətbəx tərzində bir şeydir. Yəni sadəcə banner dəyişilsə biraz oturar yerinə, onu da digər vlog kanallarına baxıb ona uyğun etmək olar. Əlavə olaraq da bura açıqlama bölümü çox yaxşıdır, mənim şəxsən xoşuma gəldi. Bunu da böyük ehtimal mənim videolarıma baxaraq ediblər. İndi düzdür, pis çıxmasın belə deməyim. Çünki hər dəfəsində öz kanalımda videoları yönləndirmə edirəm ki, filan videoya baxaraq bu qaydanı yerinə yetir deyirəm və o da edir. Bəli, burada Instagram, TikTok, Facebook falan, Telegram falan var. Bunlar çox gözəldir. E-poçt ünvanı burada görünür. Yəni hər cürə şey var, qaydasındadır. Demək olar ki, sadəcə burada banner şəkli düzəldilsə həll olar. Bir də əlavə olaraq da videolara baxmışam. Videoların keyfiyyəti adi Android telefonla çəkilir deyə bu videolar telefonla çəkilən keyfiyyətdədir. Yəni telefonla bir sərhəddə qədər gedir. Ondan sonra keyfiyyəti çox artırmaq olmur. Eynən bu da onun kimi bir şeydir, amma qapaq şəkilləri mütləq və mütləq ən qısa zamanda dəyişdirilməlidir. Çünki hər videoda vlog 30, vlog 31 belə şeylər yazılıb. Bunlara ehtiyac yoxdur. Hər vloqun özünün başlığı olur. Vlog kanallarına baxaraq bunu özünüz görüb edə bilərsiniz. Yalnız bu Şəbnəmin vloqları üçün keçərli deyil, bütün vlog kanalları üçün bu keçərlidir. Qapaq şəkilləri çox diqqət çəkici olmalıdır ki, izləyicilər sizin videolarınızı axtarışdan tapıb izləmir. İzləyicilər sizin videolarınızı ana səhifədən və yaxud da başqa bir videonun altında önərilən videolardan görür, izləyir. Əgər o gördüyü videonun qapaq şəkli pis olarsa, yəni tam neyil pis olarsa, əlbəttə ki o video izlənməyəcək. Yəni bunlara diqqət etsən, başqa heç bir şeyə ehtiyac yoxdur. Videoların yavaş-yavaş gün keçdikcə keyfiyyət onsuz özü artır və tövsiyə edirəm ki, ən qısa zamanda da mümkündürsə, imkanın varsa kompüterə keçid et və videolarını kompüterdən editlə. Bunun fərqini özündə görəcəksən. Gəlin indi ikinci kanalımıza keçək. Bəli, ikinci kanalımız Emin Hüseyn kanalıdır. Bu kanalda özüm YouTube'da gəzinərkən gördüm. Ana səhifədə qarşıma çıxdı. Çox möhtəşəm kanaldır. Kanal dəhşət dərəcədə xoşuma gəldi. Ona görə bu kanala əlavə etmək istədim bu siyahıya. Kanalda heç bir əski bir şey yoxdur. Baxın, bannerdir, qapaq şəkildir, kanalın adıdır. Bir dənə bura baxmamışam. Burada sizinlə baxaq. Baxın, elə burada birinci dəfədir açıb baxıram. Çox möhtəşəmdir. Bağlantılar bölümü yerli yerində və yaxud da digər hər şey yerli yerində. Küçük resimlər, yəni qapaq şəkilləri mükəmməldir. Heç bir şey dəyişməyə burada ehtiyac yoxdur. Yəni kanal tamamilə mükəmməldir. Bunu mən sizə göstərmək istədim. Gəlin bir videosuna girək, elə bilə baxaq, görək nə göstərir. Dostlar, bu videoların bir neçəsinə mən burada özüm baxmışam. Tamamilə kanal möhtəşəmdir. Açıqlamasına baxmamışam. Açıqlamanı bəli açdığımızda bir mənfi bizi qarşıladı. Bəli, açıqlaması məzmuna uyğun yazılmayıb. Onu onsuz mən bütün videolarımda göstərirəm. Açıqlama elə yazılmalıdır ki, düzdür, başlıq qısa yazılıb yaxşıdır, amma açıqlama elə yazılmalıdır ki, video axtarışlardan axtarılsa əgər, o video axtarışlarda çıxsın. İndi düzdür, bu kateqoriyada elədir ki, bu da önərilənlərdən və yaxud da göz atma özəlliklər deyə bir şey var. Oradan izlənir. Amma yenə ona uyğunlaşdırmaq üçün, düzgün şəkildə önərməsi üçün açar sözlərlə dolu bir açıqlama yazmaq lazımdır. Ən az 2 və ya 3 sətirlik bir açıqlama yazsan və arasına da məzmununla bağlı açar sözlər istifadə etsən, bomba kimi olacaq. Bax, sağ üstdə bir video qoyuram, başlıq açıqlama etiketlə bağlı bir videodur. Onu izləyərək mənim indi bu dəqiqə nə demək istədiyimi rahat başa düşə bilərsən. Başqa heç bir şey etməyinə ehtiyac yoxdur. Bir dənə bu açıqlamanı düzəlt, səliqəyə sal. Kanalım möhtəşəm kanaldır. Uğurlar arzulayıram. Gəlin indi 3-cü kanalımıza keçək.
Bəli, 3-cü kanalımız DJ Kamran MM kanalıdır. Bu kanalda bizim düzdür böyük qardaşımız sayılmasa da, amma böyük qardaşımız kimi bir şeydir. Həm YouTube haqqında məsləhətlərimiz, həm adi qardaş kimi söhbətlərimiz falan olub. Çoxdandır məni tanıyır bu, həmçində mən də onu tanıyıram. Bu da möhtəşəm kanaldır. Yəni Azərbaycanda adi bir mahnını remix hala gətirib burada kanalda paylaşır və SM Media ilə işbirliyi edirlər. Böyük ehtimal bu kanalı çoxunuz tanıyırsınız. Burada populyar bölümünə keçid etdiyimizdə görürsünüz. Maşını bir bəhanədir mahnısını remixləyən şəxs DJ Kamran MM-dir. Hətta belə bəzi mahnıların içində DJ Kamran Tovuzlu sözünü də böyük ehtimal eşitmisiniz. Baxın bu kanalın sahibi odur. Bu kanal bizim demək olar ki dostumuzdur, böyük qardaşımızdır. Çoxdan da aramızda söhbətlər falan var. İndi düzdür son vaxtlar bayramdan bayrama danışırıq. Nəysə bir kənara o. Banner şəkli mükəmməl, profil şəkli mükəmməl, kanalın adı mükəmməl. Gəlin bir də haqqında bölümünə baxaq. Baxın haqqında bölümündə çox qəşəng şəkildə lazımi səviyyədə yazılıb. Haqqında bölümünü burada göstərəm. Bu hissəni videonun başına yerləşdirəcəm. Deməli, sizin kanalınızın adı elə olmalıdır ki, axtarışlarda çıxsın. Mən şəxsən burada sizin kanalınızı axtaranda, baxın sizin kanallarınızı burada siyahıya yazmışam. Bu siyahıda mən sizin kanallarınızı YouTube-da axtaranda bəzilərinizin kanalı axtarışlarda çıxmadı. Siz elə edin ki, kanalınızın adı həm haqqında bölümündə yazılsın, həm də elə edin ki, etiketlər bölümündə hər yerdə kanalınızın adını keçirdin. YouTube-da bir izləyici sizin kanalınızı bu formada yazıb axtardığında, baxın misal üçün mən DJ Kamran MM yazdım. Baxın ən üstdə kanal çıxdı. Amma elə kanallar var axtarışlarda qətiyyən çıxmır. Taparkən çətinlik çəkirlər. Ona görə də bu məsələyə diqqət edin. Tövsiyə edirəm ki, baxın bu açıqlama bölümünə kanalınızın adını qısa bir şəkildə keçirdim. Baxın bu belə özü rahat bir şəkildə keçirdib. Kanalın adı burada çıxır. Baxın WhatsApp nömrəsidir, TikTokdur, Instagram, Facebook falan hər şey yerindədir. Hər şey mükəmməldir. Yəni bu kanala özüm göstərmək istədim ki, bəlkə belə bir kateqoriyaya məxsus kanal varsa, bundan örnək alsın və buna uyğun videolarını çəkib montajlarını falan o formada etsin. Möhtəşəm kanaldır, uğurlarını arzulayıram. Gəlin indi digər kanalımıza keçək. Bəli, digər kanalımız İlkin Ferziyev kanaldır. Bunu da keçən dəfəki videoya görə bura yerləşdirmişəm. Bu da yaxşı qardaşdır. Tanımasam da, amma videolarını çoxdandır izləyirəm. Deməli, keçən dəfəki videonun altına hamı yazmış ki, bəs İlkin Ferziyevin kanalı niyə yoxdur? Əslində biz o siyahını elə edirik ki, siyahıda mənim kommentlərimə yorum yazan, mənim videolarımın altına komment yazan kanalları yerləşdirmişdim. Yəni bir sorğu yerləşdirmişdim. O sorğunun altına kim komment yazmışsa onun kanalı var idi. Amma bu dəfə İlkin Ferziyev yazmasa da mən onun kanalını əlavə elədim. Kanalın hər şeyi mükəmməldir. Yəni heç bir şey göstərməyə ehtiyac yoxdur. Sadəcə açıqlamasını baxın burada açıram ki, qısa şəkildə yerləşdirilib. Biraz Azərbaycana aid müəyyən açar sözlər istifadə olunsa və yaxud da çəkdiyi videolara aid açar sözlər istifadə etsə mükəmməl olar. Qalan hər şey kanalda yerindədir. Varsa əgər TikTok, Instagram, Facebook falan varsa, haqqında bölümünə yerləşdirilə bilər ki, nə də olsa YouTube-da bir izləyici sənin TikTok səhifəni axtarırsa, onu rahat bir şəkildə tapsın. Videolardan onsuz baxmışam. Mən bu kanalı imtahan videosu ilə tanımışam. 9-cu sinif imtahan nəticələri deyə bir video idi. Çoxdandır izləmişdim. Onunla tanımışam. Yəni bu mükəmməl kanaldır. İndi belə mükəmməl şəkildə davam edir. Videosunun birinə girək. İlkin Ferziyev də digər kanallarda olduğu kimi izlədiyim kanalların arasındadır. Başlığı falan yerində. Sadəcə videolarda bəzi şey görmüşəm. Bütün videolarında bu şey var. Bilmirəm hansı mikrofonu istifadə edir, nə qayırırsa. Baxın buradan onsuz mikrofon görünür. Kiçik bir yaxa mikrofonuna bənzəyir. Bu mikrofonun səs keyfiyyəti, baxın düzünü deyirəm mən burada. Səs keyfiyyəti biraz pisdir. Hətta belə Android telefondan izləyəndə daha betər vəziyyətdə çıxır. Yəni səs çox sığ hərfləri biraz çox effektiv çıxır. Biraz insanı narahat edə bilir bəzən. Hətta belə mənim fikrimcə qulaqlıqlarda daha pis çıxa bilər. Yəni buna diqqət eləməyini tövsiyə edirəm. Mən bunun üçün mikrofonu dəyişdirmək məcburiyyətində qaldım. Mənim də videolarımda elə idi. Adi bu Android telefonun mikrofonu ilə qeyd edirdim. Səs keyfiyyəti ürəyimə yatmadığıma görə getdim belə bir mikrofon aldım. Düzdür, bu ancaq masa başında işləyənlər üçün yaxşıdır. Sən çöldə falan, bayırda falan video çəkirsən deyə elə sənə o formada mikrofon yaxşıdır, amma daha keyfiyyətlisini tapsan daha gözəl olar və videolarının keyfiyyəti artar. Bunu səmimi formada deyirəm, səhv başa düşmə. Və videonun başlığı çox mükəmməldir. Açıqlamasına baxaq bir dəfə. Bəli, açıqlama baxın burada qeyd olunub ki, bu videonun açıqlaması mövcud deyil. Tövsiyə edirəm ki, çəkdiyim videoya əsasən açıqlama da yaz. Yəni az öncə göstərdiyim kanalda kimi sən də yazsan, çox gözəl şəkildə izlənəcək. Misal üçün bax videom burada 16.000 izlənib da, hə? 16.000 yox, bəlkə bu 32.000 izlənərdi. Yəni 16.000-in 2 qatı olardı. Bu sənə çox xeyir verərdi. Həm abunə gətirərdi, həm daha çox pul qazanardın, həm də kanalın daha çox tanınardı. Şəxsən bu video mənə
önərilməmişdi. Səbəbi odur. Düzdür, son vaxtlar mən özüm də Enes Baturu araşdırıram, Enes Batura aid videolar izləyirəm. Bəlkə bu videonun açıqlaması olsaydı, bu video mənə önərilərdi. Enes Batura aid ağlına nə gəlirsə yaz bura getsin. Yəni Enes Batur kimi YouTube kanalı açmaq, nə bilim, Enes Batura nə oldu, belə şeylər yaz, amma Azərbaycanca yaz. Bir yerləşdir bura, həmin video partladacaq. Əlavə bir şeyə ehtiyac yoxdur. Kanalında başqa deyilə biləcək bir şey yoxdur, dəyişdirməli bir şey yoxdur. Qapaq şəkillər falan hamısı yerində. Hətta belə Mr. Beast-in qapaq şəkillərinə belə oxşada bilirəm. Mükəmməl kanalda uğurlar arzulayıram. Həvəsini öldürmədən davam et. Sadəcə az öncə qeyd etdiyim şeylərə diqqət et. Bəli, indi isə keçək digər kanalımıza. Bu kanalda kommentlərdə yazmışdı mənə. Yaxşı kanaldır, heç bir şey əlavə deyə biləcək bir şey yoxdur. Kanalın adı yaxşıdır. Hətta belə banner şəkildə qeyri-adi bir şeydir. Düzdür, telefonla çəkir, səhv eləmirəmsə, amma yox, kompüterlə çəkirdi. Düzün deyək burada. Tam araşdırmadan çəkmişəm. Açıqlaması falan hamısı yerində. Bağlantılar falan da yerində, e-poçt ünvanı yerində. Kanalın profili falan mükəmməldir. Bəzi kanallarda bu formada abunə olmamışam. Çünki az öncə qeyd etdiyim kimi çox araşdırmadan video çəkmişəm. Sadəcə girdim, baxdım, kimlər yazıbsa onları çəkdim. Girək bir dənə videosunu izləyək. Bəli, videosunu biraz izlədim. Onsuz əvvəldən kanalı yoxlamazdan əvvəl bunu biraz izləmişdim mən. Səs keyfiyyəti, görüntü keyfiyyəti azdır. Səhv eləmirəmsə bunu Discordda mənə yazmışdı. Kompüteri biraz köhnə olduğuna görə, zəif olduğuna görə belə problemlər yaşayır və bu qulaqlığın mikrofonu ilə səs qeyd edir və kompüterin deyəsən özünün kamerası ilə qeyd etdiyinə görə belə şeylər olur. İnşallah Allah qismət eləsin. Yaxşı kamera, yaxşı mikrofon, yaxşı kompüter falan alasan, ən yaxşılarına layiqsən. Sən kanalın açıqlamasında yaz ki, o dediyim şeylərə daha tez nail olasan. Yəni kompüter, kameraya falan daha tez nail olasan. Bu açıqlamanı səliqəli şəkildə yaz. Başlıqlara falan diqqət et. Düzdür, başlıq yaxşıdır, amma açıqlamanı mütləq dəyişdir. Az öncə İlkin Feriziyevin kanalında qeyd etdiyim şeylər sənə də aiddir. Buna mütləq diqqət et və hər dəfəsində vaxt ayırıb montajlarında bəzi şeylər dəyişdir. Bir fikir verirəm, bütün videolarında eyni tepkilər falan var. Yəni türkcə dedim burada, eyni reaksiyaları var. Ona görə də buna diqqət et. Hər videoda biraz dəyişiklik et. Bu daha yaxşı olacaq və daha səmimi çıxacaq və qapaq şəkillərində mütləq dəyişdir. Elə bunu da az öncə qeyd etdiyim kimi et. Yəni bir videoda başqa cür qoy, digər videoda başqa formada qoy. Görəcəksən ki, bu sənin üçün yaxşıdır və narahat olma. Ən qısa zamanda bu qapaq şəkillər haqqında video çəkəcəm. Yəni öz kanalımdakı kimi qapaq şəkillərini necə düzəltmək olar, bunları sizə göstərəcəm və necə etmək olar, siz də öyrənəcəksiniz. Yəni bu kanalımızda belə. Gəlin indi digər kanalımıza keçək. Bəli, sonraki kanalımız Cabbarov YT kanaldır. Bu da yaxşı kanaldır. Səs keyfiyyəti, videolarının keyfiyyəti falan çox xoşuma gəldi. Ona görə əlavə etdim. Biraz banner şəkli belə bir kateqoriyaya görə zəif qalır. Dəyişdirməyin tövsiyə olunur. Yəni profildə yaxşıdır, amma istəsən onu da dəyişə bilərsən. Kanalın adı da heç yaxşıdır. Yəni öz adını qoymusan, fərqli bir şey yoxdur. Amma kanalın açıqlaması bərbad vəziyyətdədir. Bunu mütləq dəyişdir. Kanalın haqqında məlumat ver, nə çəkdiyin haqqında məlumat ver ki, izləyicilər tanısın səni və nə ilə məşğul olduğunu bilsin. Və bağlantılar bölümü falan yerində, heç bir dəyişdirməyinə ehtiyac yoxdur. Bu dediklərimi dəyişdir. Qapaq şəkillərində də bəzi dəyişikliklər etməsən, rastgele bir videona görə girək görək burada nələr var. Bu videonu bir kanalda da görmüşdüm, belə videolar çəkirdi. Əslində yaxşıdır, pis deyil. Sadəcə burada bəzi kommentlər yazır izləyicilər. Kommentlər deyərkən, yəni sənin verdiyin suala cavab verirlər. O cavabı sən səsləndir özün. Yəni nə yazıbsa orada özün başqa bir səs formasına keçir, ya robot səsinə keçir. O formada oxu ki, bəzi izləyicilər heç onu oxuya bilmir və yaxud da ümumiyyətlə oxumadan videodan çıxır. Ona görə də videonun izlənmələri bu formada qalır. Videonun başlığı yaxşıdır, pis deyil. Biraz Azərbaycan bayrağı falan əlavə et ki, diqqət çəkici olsun, izləyici bilsin ki, bu Azərbaycan videosudur da. Yəni elə başlıqlar olur. Türk istifadəçilər, türk youtuberlar olur. Azərbaycanca başlıq atır. Heç bilinmir ki, bu sənin videondur və yaxud da türk videosudur. Kanalın açıqlaması da yenə digər kanallarda olduğu kimi zəifdir. Bunun üstündə müəyyən dəyişikliklər et ki, keyfiyyəti daha yaxşı olsun. Yəni az öncə qeyd etdiyim kanallardakı ayarlar sənin kanalının içində keçərlidir və əlavə olaraq da burada qapaq şəkillərində mütləq dəyişiklik et. Bunu mütləq mən az öncə sənə qeyd etdim. Bundan əlavə heç bir şey etməyinə ehtiyac yoxdur. Düzənli şəkildə video at, kanal inkişaf edəcəkdir. Bəli, növbəti kanalımız FRD Pro'dur. Böyük ehtimal bu Fərid Pro'dur. Bu kanalda yaxşı kanaldır. İlkin Ferziyev haqqında videolar çəkmişdi. Bunlar mənə tövsiyə olunmuşdu. Hamısını da izləmişdim. Baxın, buradan hamısı görünür. Deməli, kanalın adı falan yaxşıdır. Banner şəkli biraz qarışıqdır. Belə bir kateqoriyaya görə bunu daha səliqəli və tutarlı etsən daha yaxşı olar. Profil yaxşıdır, mükəmməldir. Qalsa olar, fərqi yoxdur. Kanalın yenə açıqlaması digər kanallarda olduğu kimi çox əskidir. Bunu dolu və səliqəli şəkildə yaz ki,
izləyicilər sənin nə işlə məşğul olduğunu bilsinlər və müəyyən açar sözlər istifadə et ki, misal üçün izləyici bura yazıb ki, bozbaş necə bişirilir? Sənin açıqlamanda o söz varsa, heç videoların yox, birbaşa kanalın çıxacaq, izləyicilər kanalına girəcəklər. Yəni bu sənin üçün böyük bir artı olacaqdır. Bunu mütləq nəzərində saxla. Görürəm, bəli, bilinir onsuz videolarını izləmişəm, telefonla çəkirsən videoları, ona görə də keyfiyyəti falan biraz azdır. Hətta belə onu qeyd etdim, bəzi telefonla çəkilən videolara əsasən sənin qapaq şəkillərin onlarınkindən daha yaxşıdır, amma biraz da yaxşı edə bilərsən. Burada videolarda baxmışam, yəni video keyfiyyətləri yerində. Gəlin bir dənə açıqlamasına, başlığına baxaq, sonra keçək digər kanallara. Dostlar, bəli, videonun səs keyfiyyəti, görüntü keyfiyyəti falan yaxşıdır. Yəni türklər eleştiri kanalı deyir. Bu da bir eleştiri kanaldır, amma Azərbaycanca eleştiri kanaldır. Eleştiri sözünün Azərbaycancası nə idisə, yadımdan çıxdı. Nəysə, boşdayın getsin. Kanalın başlığı çox mükəmməldir, yerindədir. Yəni əski bir şey yoxdur, amma açıqlaması yenə burada çox qıt qalıb. Elə bil ki, nəsə hərflər çatmayıb, nə olubsa bilmirəm, açıqlama qıt qalıb. Yəni burada açıqlamanı geniş-geniş yazın. Videonun içində nələrdən bəhs etmisən, onları yaz ki, izləyicilər sənin videonu tapsın və izləsin. Əlavə də ki, onsuz bir şey demədim, dəyişilməli bir şey yoxdur. Qapaq şəkillərində biraz işləsən yaxşı olar, amma pis deyil. Yəni vaxtın yoxdursa heç onlara da dəymə, ancaq bu formada elə tutacaqdır. Sənin kanalın çox möhkəm kanaldır. Baxıram, bu İlkin Ferziyev videosu mənə önərilmişdi. Orada gördüm, sonradan gördüm ki, həmin kanal onsuz mənim kommentlərimdə var. Kommentlərə əsasən bu kanalda yerləşdirdim. Yəni bu formada bu dediklərimi dəyişdi. Kanalın daha da inkişafa doğru gedəcək. Bəli, digər kanalımız da budur. Hırza Enddir. Kanalın adını tam oxuya bilmədim. Düzgün oxuya bilmədimsə üzrü hesab elə. Banner profil yaxşıdır. Yəni məncə animationdur bu. Yəni animasyondur. Əllə düzəldilib. Animasiya daha doğrusu. Haqqında bölümü burada qıt qalıb. Onsuz ingiliscə kanaldır, amma yenə də biraz dolu-dolu yazsan, nə ilə məşğul olduğunu yazsan daha yaxşı olar. E-poçt ünvanı falan yerləşdirimsən. Əlavə olaraq sosial şəbəkə falan varsa, onları da yerləşdirməyini tövsiyə edirəm. Videolar var burada. Yəni müəyyən Minecraft tərzi videolardır. İngiliscədə, yəni ingiliscədə də eynən Azərbaycancada olduğu kimi yaxşı thumbnaillər, yəni qapaq şəkilləri qoyulmalıdır və diqqət çəkici olsun deyə düzgün şəkildə başlıqlar, açıqlamalar, etiketlər yazılmalıdır. Bunlar çox vacibdir. Yəni videosuna burada baxdım, sadə şəkildə ingiliscə bir videodur. Normalda ingiliscə videolar necə olursa, bu da o formadadır. Açıqlaması da yenə burada qıt qalıb. Bunu səliqəli şəkildə doldur və nədən bəhs etdiyini burada qeyd et. Hətta belə oyun kanaldır, elə yazmalısan ki, o oyun videolarının arasına sənin də oyun videon düşsün. Hətta belə ingilis videosudur. Buna mütləq diqqət etməlisən. Özdə telefondan çəkirsən, səhv eləmirəmsə, telefondan falan məncə başlıq, açıqlama, etiket yazmaq çətin bir şey deyil. Yəni mütləq bunlara diqqət et ki, kanalın inkişaf etsin. Yəni az öncə qeyd etdiklərimi dəyişdik. Belə qapaq şəkilləri o qədər pis deyil. Yəni ingiliscədə necədirsə elədir. Bu dediklərimə diqqət etsən, məncə biraz inkişaf edər kanalın. Bəli, növbəti kanalımız olan Azər Əhmədov kanalına keçməzdən əvvəl qısaca onu qeyd edim ki, kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var və Azərbaycanda YouTube kanalınızı inkişaf etdirmək istəyirsinizsə, mənim kanalım burada sizin çox işinizə yarayacaq. Aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv etsəz, belə videolarımızın davamı gələcək və bu kanal icmalının part 3-ü də olacaq. Yəni takibdə qalın və belə kanallarınız varsa, kommentlər bölümündə qeyd edin, mən sizin kanallarınızı paylaşacağam. Bəli, gəlin indi növbəti kanalımıza keçək. Bəli, Azər Əhmədov çox gözəl kanaldır. Bu da şəxsən mənim çox ürəyimə yatdı. Bu kanalı görəndə şəxsən çox sevindim mən və kanalın quruluşu mənə çox ləzzət elədi. Azərbaycanda belə bir şey görmək şəxsən mənim özümə çox ləzzət elədi. Kanalın banneri mükəmməl, 5 düşür. Profildə yenə burada da 5 düşür. Biraz haqqındasına baxın. Baxın, haqqındası da dolu-dolu, səliqəli. Burada bağlantılar falan, hər şey yazılıb. Əski bir şey görmürəm mən burada. Yəni bayaq gördünüz, açıqlamaya, haqqında bölümə 1-2 cümlə yazmışlar. Baxın, haqqında bölümü belə olar da. Yəni hər şey yeri yerində. Videolarına da onsuz baxmışam. Videolarında əski bir şey yoxdur. Hətta belə danışıq tərzi, səs keyfiyyəti falan mənə çox ləzzət edib. Yəni 1-2 videosunu burada izləmişəm. Özünüz də görürsüz. İzlədiyim bir videosuna girək, yenə açıqlamasına baxaq. Baxın, tam möhtəşəm. Yəni az öncə mən qeyd etdim ki, videonun səs keyfiyyəti, görüntü keyfiyyəti mükəmməldir. Açıqlaması da baxın bu formada. Çox geniş, ətraflı şəkildə nə var, nə yox, hamısını yazıb burada. Başlığı da onsuz mükəmməl, onsuz burada açıq-aşkar görünür. Belə videolara belə qısa başlıq atılır, diqqət çəkici olsun deyə. Heç bir şey deməyəcəm mən burada, heç bir şey əlavə etmə kanalına. Özün necə bilirsənsə o formada davam et və istiqrarlı şəkildə də davam et. Qətiyyən kanalını buraxma və gücün çatırsa həftəyə bir dənə video at ki, kanalın inkişaf etsin. Düzdür, təqribi belə hesabla götürəndə elə həftəyə bir dənə və ya 2 həftəyə bir video düşür, amma elə həftəyə bir dənə eləsən bəs edər. Əlavə heç bir şey ehtiyac yoxdur. Başqa heç bir şey ehtiyac yoxdur. Sadəcə istiqrarlı və düzənli şəkildə davam et. Möhtəşəm və əla kanalın var.
Bəli, növbəti kanalımız Silen kanalıdır. Bu da möhtəşəm kanallardan biridir. Sürətli şəkildə baxın, kanalın adı çox qısadır. Silen kanalı. Burada banneri da sadə şəkildə görünür. Profil falan da belədir. Baxın, elə deyəsən bu kanal idi. Axtarışlardan mən bu kanalı tapmadım deyə girib kommentlər bölümündən götürməli qaldım. Az öncə videonun bir hissəsində mən sizə qeyd etdim ki, kanalınızın adını elə qoyun ki, axtarışlarda çıxa bilsin. Sən də həmçinin buna diqqət et. Açıqlamanı dolu-dolu yaz və açıqlamanın ilk cümlələrində, açıqlamanın ilk 2-3 cümləsinin içində kanalın adını qeyd et ki, kanalın adı çıxsın və elə kanal adı seç ki, o kanal adı YouTube-da olmasın. Misal üçün, bax, mənim YouTube kanalımın adı Texnoklub adı YouTube-da qətiyyən yoxdur. Yəni özgün deyə bir şey var. Türklər belə deyir. O formada bir ad seç ki, o ad yalnız sənə məxsus olsun. Və əlavə olaraq da kanalının quruluşu falan çox yaxşıdır. Gəlin buradan videolar bölümünə girək. Yəni belə küçük rəsmlər minimum şəkildə yaxşıdır. Yəni hazırlana biləcək ən yaxşı thumbnail formalarından biri budur. Yəni türk kanallarına da baxmışam. Belə hazırlayırlar. Biraz yazıların bəziləri oxunmur. Misal üçün, bax, bu nəticə biraz oxunmadı, elə bil. Yəni elə etdi ki, yazılar biraz oxunaqlı olsun, amma qalan hər şey yaxşıdır. Videonun birinə girək baxaq. Bəli, bu kanalda da səs və video keyfiyyəti mənim çox xoşuma getdi. Hətta belə danışıq tərzi çox möhtəşəmdir. Yəni ekranda tuta bilir izləyicini. Mən şəxsən belə bir videoya oturub baxanda belə adi şəkildə düz-düz oturub sakitcə baxa bilərəm mən bu videoya. Çıxmayacağam videodan. Sadəcə videonun başlığı yaxşıdır. Əslində videoda pis bir şey yoxdur. Adi türklər necə başlıq atırsa, bu da elə başlıq atıb. Açıqlaması qısadır. Açıqlamanı dolu və geniş şəkildə yazsan, videonun nə haqqındadırsa, başda 2-3 cümlə onun haqqında yazsan bəs edər. Başqa heç bir şeyə ehtiyac yoxdur. Qalan hər şey yerində idi. Onsuz mən sənə qeyd etdim bunu. Deyəsən açıqlama bölümü, bəli, haqqında bölümündə müəyyən dəyişiklik edəcəksən, başqa heç bir şey. Kanalın yerindədir. Əlavə heç bir şey etməyinə ehtiyac yoxdur. Yalnız az öncə qeyd etdiklərimə mütləq diqqət et. Kanalın inkişaf edəcək, uğurlar arzulayıram. Bəli, son 2 kanalımız qaldı. Keçək elə sürətli şəkildə. Baxın, Z Cross, yəni The Cross olaraq gedir bu kanalın adı, səhv eləmirəmsə. Yəni adi bir oyun kanalıdır, səhv eləmirəmsə. Kanalın banneri, profili falan belədir. Oyun kanalıdırsa əgər bu, banner şəklində müəyyən dəyişikliklər et ki, oyunlarda biraz banner şəkilləri fərqli olur. Shorts bölümünə keçək, müəyyən shorts videoları atır. Az öncə gördüm bunu, ona görə göstərmək istəyirəm. Baxın, burada oyun videoları var, amma shorts bölümünə keçdiyimizdə başqa şeylər qarşılayır bizi. Elə et ki, videoların eyni formada olsun hamısı. Misal üçün, bugün ət necə çəkilir videosu atmısansa, sabah ağac necə əkilir videosu atma. Çünki bir-birindən əlaqəsizdir bunlar. Kateqoriyandan kənara çıxma və tövsiyə edirəm ki, burada baxıram, oyun videolarının bəziləri çox, bəziləri az izlənib. Daha çox izlənən və partladan oyunlar paylaşa bilərsən. Misal üçün, Minecraft-dır, PUBG Mobile-dir, Brawl Stars-dır. Belə oyunları paylaş ki, izləyicilər səni tanısın. Yəni bunlar da pis deyil. Danışıq tərzin, video keyfiyyətin falan yaxşıdır, amma oynanmayan oyun olduğuna görə, tanınmayan oyun olduğuna görə bu formada az izlənib video. Yəni haqqında başlıq və açıqlama bölümlərinə də bu formada baxdım. Açıqlama biraz elə bir qarışıq gəldi. Biraz səliqəli və alt-alta düz şəkildə yazsan daha oxunaqlı olar, amma belə də pis deyil. Vaxtın yoxdursa, bunu yazmağa vaxt ayıra bilmirsənsə, belə də qala bilər. Altda etiketlər yazmısan, bunların sayını da 3-dən artıq, 4-dən artıq eləmə ki, bu sənin kanalına ziyandır və YouTube bunu spam olaraq götürə bilər. Haqqındasına deyəsən baxmadım. Bəli, haqqındası mükəmməldir. Tam yerində dolu-dolu yazıb burada. Bağlantılardır, Discord falan var. Mükəmməl. Bizim də Discordumuza qoşula bilərsiniz. Hazırda videonun açıqlamasında və kommentlərində yerləşdirilib qoşula bilərsiniz. Nəysə, bu kanalda mükəmməl kanaldır. Uğurlarını arzulayıram. Az öncə qeyd etdiklərimi etsən və onlara diqqət etmiş sayılsan əgər, kanalın yaxşı şəkildə izlənəcəkdir. Banner, qapaq şəkillərinə də mütləq diqqət et. Biraz elə bil keyfiyyətsizdir. Videonun nə olduğu başa düşülmür. Bunlara da mütləq diqqət edirsən. Gəlin indi son kanalımıza keçək. Bəli, son kanalımız da Abziya Shorts kanalıdır. Bu kanalda da elə Minecraft tərzi məzmunlar var. Yəni kanalın banner şəkli çox xoşuma gəldi, mükəmməldir. Şəxsən oyunları arasında gördüyüm ən qeyri-adi banner şəklidir. Profil də mükəmməldir. Yəni özünə məxsus bir profil şəkli var burada. Kanalın adı da onsuz yaxşıdır, Abziya Shorts. Yadda qalan addır. Hətta belə bax, Abziya yazaraq axtarmışam. Bir də sizinlə birlikdə axtaraq görək çıxır. Bəli, Abziya yazdığımızda Abziya Shorts kanalı və digər kanalı burada çıxır. Yəni axtarışlara tam şəkildə bu kanal oturub, yəni bu hissə düzgün şəkildə yerləşdirilib. Kanalın burada haqqında bölümünə baxaq. Gördüyünüz kimi, yəni bu formada. Kanalın haqqında bölümü çox qısadır. Geniş Minecraft haqqında yazsan çox qəşəng olar. Əlavə heç bir şey etməyinə ehtiyac yoxdur. Yəni Minecraft məzmunudur. Buna qarsan nə etsən, Azərbaycanda onsuz izlənəcək. Sadəcə düzgün kitləyə çatmaq üçün, düzgün izləyicilərə çatmaq üçün az haqqında bölümünü elə şəkildə yerləşdirməlisən ki, sənin o video
videonun izləyicilərə gedib çıxsın. Yəni burada kanalın haqqında bölümü çox vacibdir. Discord və əsas kanalını yerləşdirmisən, bunlar mükəmməldir. Buranı biraz uzat, bir 5-6 cümlə et və kanalın haqqında məlumat ver. Öz kanalının adını yaz, başqa heç bir şeyə ehtiyac yoxdur. Sonra keçək, kanalın içində video yoxdur. Yəni adından göründüyü kimi Shorts kanaldır. Uzun video kanalı da altdadır. Sadəcə özü yazmışdı ki, Shorts kanalımı incələ, mən də ona görə belə etdim. Yəni belə başqa heç bir şey göstərməyə ehtiyac yoxdur. Shortslara girib baxmayacağam, çünki o qədərə ehtiyac yoxdur. Hətta belə burada digər kanalına girək, yəni ana kanalına girək. Buna baxmışdım onsuz. Yəni icmal videosunun birincisini çəkdiyimdə bu kanalı mən incələmişdim şəxsən. Qapaq şəkilləri mükəmməldir. Şəxsən Azərbaycanda belə şey gördüm. Sevindim ki, belə şeylər bacaranlar var şəxsən. Videolarda yaxşıdır, pis deyil. Hətta belə girək baxaq. Bir neçə videoya mən bu kanalda baxmışdım onsuz. Uzun-uzun baxmağıma və videonu uzatmağıma ehtiyac yoxdur. Başlığı mükəmməldir, heç bir şey etməyinə ehtiyac yoxdur. Açıqlamasına bax. Bax, açıqlamada yaxşıdır, sadəcə qəşəng yazmısan. Şəxsən bu bölümlərə ayırmağın çox qəşəngdir. Heç bir kanalda mən şəxsən bu bölümləri görmədim, amma sənin kanalında var. Yəni oyun kanalının belə bir şey etməsi əla şeydir. Burada video haqqında qısa məzmun yazmısan. Bu da yaxşıdır. Bir damcı istəsən uzada bilərsən, amma belə qalsa da olar. Yəni az öncəkilərə nisbətən yaxşıdır. Az öncəkilər elələri var idi, heç nə yazmamışdı. Elələri də var idi, qısa-qısa yazmışdı. Yəni bu da mükəmməldir. Yəni belə yazmısan, əllərinə sağlıq, mükəmməldir. Bax, bölümlər hissəsi də işə yarayıb, oturub buraya. Başqa heç bir şey, video keyfiyyətin falan yerində, sadəcə istiqrarlı şəkildə video çək. Amma deyəsən sən bu kanalı buraxmısan, bəli. Axırıncı dəfə 2 ay öncə video atılıb. Elə vaxt ayırıb bu kanala video çəksən, heç shorts, mortus falan hamısı boş şeydir. Boşda getsin, elə bu kanalın üstünə düşsən, sənə burdan həm yaxşı gəlir, həm də ki, kanalın üzərindən burada izləyici yığarsan. Başqa heç bir şey etməyinə ehtiyac yoxdur. Mükəmməl kanalın var. Sənə uğurlar arzulayıram. Bəli dostlar, videomuz bu qədər idi. Bizə dəstək olmaq istəyirsinizsə, kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolarımız var. Sağda solda izləyə biləcəyiniz digər videolarım çıxdı. Onlara da baxa bilərsiniz. Az öncə qeyd etdiyim kimi part 3 olacaq. Kanalımıza abunə olun və öz kanallarınıza bu videonun kommentlər bölümünə yazın. Gələcək videolarda görüşərik. Sağ olun, salamat qalın.